Hamını salamlayıram əziz dostlar, tamaşaçılar. 25 aprel 2026-cı ildə Mahmudlardayım. Gözəl günəşli hava, 23 dərəcə isti var. Bu gördüyünüz yer cumartesi bazarıdır. Bugün 6-cı gün olduğuna göre burada bazardır. Mən isə sizə yeni açılmış gözəl bir burger kafeni göstereceğim. Bura məhəllə adlanır. Baxın, buranın sahipləri, buranı açanlar Azərbaycanlılardır. Allah bol kazançlar, iş avanlığı versin ve buranı size təqdim edeceğim. Yerleşir 3M Migros'un arkasında ve Madame Coco'nun karşısında. Tam Mahmudların mərkəzində. Arka tarafta Közət Mangal restoran. Bura cumartesi pazarı. Bir neçə küçənin kesiştiği yerdir. Çok rahat yerdir. Bakın, adam da çoxdur. Çok güzel keyfiyyətli burgerler var. Biz de bugün dadına baxacağıq. Və məhəllə burger çok yenidir. Bir neçə gün əvvəl açılıb və artıq sürətli şəkildə insanların sevgisini qazanıb populyarlaşıb məhəllə burger. Belə əziz dostlar, içəri daxil oluruq. 12:00-dan 23:00-a qədər açıqdır. Mətbəxi göz önündə və burada da xalçalar, məhəllə, Azərbaycanlı qardaşlar da çalışırlar, xidmət edirlər, sağ olsunlar. Baxın, mətbəx hər yer təptəzə, gözəl. Məhəllə burger Mahmudlarda və mənə dedilər ki, bu yaxınlarda Azərbaycanda da açılacaq yeni bir filialı və genişlədəcəklər, populyarlaşacaq. İçəridə də oturmağa yerlər var. Bu tərəf isə adam çoxdur. Hamı burada oturub, bura biraz kölgə olduğuna görə. Baxın, məhəllə burgerə maraq çoxdur. Və əziz dostlar, bu da çöl tərəfdən. Baxın, çox səliqəli, gözəl bir yerdir. Əgər yolunuz bazara düşsə, bazarlıq elədikdən sonra burada oturub gözəl, müxtəlif növ burgerlərin dadına baxa bilərsiniz. Menü da zəngindir, hər cür burger növləri burada mövcuddur. İndi menüyü da göstərəcəm. Çox zəngin, maraqlı menüsü var. Bu da menü tek sayfalıqdır. Əsasən masalarda QR koddan oxuda bilərsiniz. Burada da baxın, menüyü belə göstərim sizə. Belə. Buyurub gələ bilərsiniz. Məhəllə burger Mahmudlarda 12-13 gün əvvəl açılıb. Xeyirli olsun, bol qazançlar. İnşallah daha çok filialları açılsın. Ben ise yavaş yavaş videomu yekunlaştıram. İnşallah növbəti videolarda görüşənə dək. Sağ olun, var olun.